Salam, hər vaxtınız xeyir. Demək, atmosfer bölməsindən təzyiq və temperaturu məsələlərinə baxacaq. 98-ci sualda deyir ki, 4500 metr yüksəklikdə olan alpinistlərə məlum oldu ki, havanın temperaturu 0 dərəcə Selsidir. Dağın ətəyində okean səviyyəsində havanın temperaturunu müəyyən edin. Belə bir işarə çəksək, 4500 metr yuxarıda havanın temperaturu neçədir? 0 dərəcə Selsidir. Dağın ətəyində, yəni 0 metrdə temperatur neçədir? Biz bilirik ki, yüksəkliyə doğru getdikcə hər 100 metrdə 0,6, 1000 metrdə isə 6 dərəcə temperatur aşağı düşür. Əgər 1000 metrdə aşağı düşürsə, baxın, dağın zirvəsi ilə ətəyi arasında 4500 metr fərq var. Buradan yazacaq 4500-ə x. Buradan x-i tapsam, edər 27 dərəcə Selsi. Deməli, dağın zirvəsi ilə ətəyi arasında 27 dərəcə temperatur fərqi var. Zirvədə 0 dərəcədirsə, ətəyə doğru düşdükcə temperatur artmalıdır. Çünki yüksəkliyə doğru temperatur azalırsa, tərsinə ətəyə doğru gəldikcə temperatur artmalıdır. 0-ın üstünə 27 gəldikdə edir müsbət 27 dərəcə. Cavabımız olur D variantı. Növbəti sual. 99-cu sualda deyir ki, A nöqtəsində atmosfer təzyiqi 760 mm civə sütununa bərabərdir. Temperaturu isə 10 dərəcə Selsidir. B nöqtəsində atmosfer təzyiqi 460 mm civə sütunudur. Dağın mütləq hündürlüyünü və A, B nöqtəsində havanın temperaturunu tapın. İlk növbədə biz burada nəyə fikir verməliyik? Təzyiq fərqinə fikir verməliyik biz burada. Baxdıqda görürük ki, A ilə B arasında təzyiq fərqi 760-dan çıxıram 460-ı edir 300. Metr fərqini təzyiqə çevirdikdə ona bölürük, təzyiq fərqini metrə çevirdikdə ona vururuq. Çünki hər 10 metrdə təzyiq 1 mm aşağı düşür. 300 ona vurduqda 3000 metr. Deməli, A ilə B arasında 3000 metr fərq var. Aralarında yaxınlaşdırıb burada baxsaq, görərik ki, 1, 2, 3 dənə boşluq var. 3000-i 3-ə bölsək 1000. Deməli, A və B arasında hündürlük fərqi 1000 metrə bərabərdir. Yəni, kəsmə yüksəklik 1000 metrə bərabərdir. Buradan dağın mütləq hündürlüyünü və B nöqtəsində havanın temperaturunu deyir, müəyyən edin. Baxın, burada A-da dağın ətəyində verilmiş relyef forması dağdır. Belə bir relyef formasıdır. Ətəkdə temperaturu da verib 10 dərəcə Selsi. Və B-dəki temperaturu müəyyən edildi. Aralarında 3000 metr var. Hər 1000 metrdə temperatur 6 dərəcə düşürsə, 3000-də x. Buradan x-i tapsam 18. Deməli, A ilə B arasında 18 dərəcə fərq var. A nöqtəsində havanın temperaturu 10 dərəcədirsə, hündürlüyə doğru getdikcə temperatur aşağı düşməlidir. 10-dan 18 çıxdıqda qalır -8 dərəcə Selsi. Və dağın mütləq hündürlüyünü də bizdən soruşur. Dağın mütləq hündürlüyü də olacaq 3000 metr. Cavabımız olur B variantı. Növbəti suala keçid alaq. Növbəti suala keçid almamışdan əvvəl bir qədər mən burada videonu saxlayıram. Bir də özünüz baxın bu məsələyə, həll edin. Bir dəqiqə həll edə bilməsəz izahını verəcəm. Yüzüncü sualda deyir ki, dağın yamacında A nöqtəsində havanın temperaturu 11, B nöqtəsində isə 26 dərəcə Selsidir. Belə bir dağ çəkək buradan. A nöqtəsində 11, burada A nöqtəsi yazıram. 11.
B nöqtəsində isə 20 dərəcədirsə, B deməli A-dan aşağıdadır. 26 dərəcə Selsi. Bizdən nə soruşur? A və B nöqtə arasında hündürlük fərqini müəyyən edin. İlk növbədə bunlar arasındakı temperatur fərqinə baxmalıyıq. 26-dan çıxıram 11-i, edir 15. Deməli, A və B arasında 15 dərəcə temperatur fərqi var. Tənasibi yenə qururam. Hər 1000 metrdə temperatur 6 dərəcə dəyişərsə, x metrdə, metrin altında məchuldur, çünki mütləq hündürlüyü bilmirik. İkisi arasındakı hündürlük fərqini 15. Buradan x-i tapsam 2500 metr edəcək. Deməli, A ilə B arasında 2500 metr fərq var. Cavabımız olur B variantı. 101-ci suala keçid alırıq. Yenə videonu saxlayıb həll etməyə çalışın. Daha sonra yenidən izləyərsiniz. 101-ci sualda deyir ki, mütləq hündürlüyü 3000 metr olan dağın ətəyində, okean səviyyəsində havanın temperaturu 8 dərəcə Selsidir. Zirvədəki temperaturu müəyyən edin. Baxın, mütləq hündürlüyü 3000 verib, okean səviyyəsində havanın temperaturu 8 dərəcə Selsidir. Okean səviyyəsi deyirsə, okean səviyyəsi biz bilirik ki, 0 metrə uyğun gəlir. Havanın temperaturu 0 metrdə 8 dərəcə Selsidir. 3000 metr hündürlükdə nə qədər olacaq? Yenə tənasüb qururam. Hər 1000 metrdə 6 dərəcə düşərsə, 3000-də x. Buradan x-i tapsam 18. Deməli, dağın ətəyində 0 metrdə 8-dir. Zirvəyə doğru getdikcə temperatur 18 dərəcə dəyişməlidir. 8-dən 18 çıxdıqda qalır -10 dərəcə Selsi. Cavabımız olur D variantı. Növbəti sual 102. Videoyu saxlayıb özünüz fikirləşməyi unutmayın. B nöqtəsində atmosfer təzyiqi 758. Horizontallar 20 metrdən 1. Deməli, kəsmə yüksəkliyimiz 20-dir. A ilə B arasında 2 dənə boşluq var. Baxın, burada 1, 2 dənə boşluq var. Deməli, A ilə B arasında 40 metr fərq var. Metr fərqini millimetrə çevirdikdə 40-ı 10-a bölməliyik. Çünki hər 10 metrdə atmosfer təzyiqi 1 millimetr dəyişir. 40-ı 10-a böldükdə 4. Deməli, A ilə B arasında təzyiq fərqi 4 millimetrdir. Və verilmiş relyef forması təpəlikdir. A aşağıda, B isə dağın zirvəsində, təpənin zirvəsindədir deyək. A ilə B arasında A-dan B-yə doğru getdikcə təzyiq aşağı düşəcək. Neçə milli? 4 millimetr. B nöqtəsində 458 millimetrdirsə, ətəyə doğru düşdükcə təzyiq artmalıdır. B-dən A-ya doğru. Çünki aşağı düşdükcə təzyiq artır. 758-in üzərinə 4 gəlsəm, edəcək 762. Cavabımız olur C variantı. Növbəti sual. A nöqtəsində havanın temperaturu -4 dərəcə. B nöqtəsində isə 8 dərəcədir. İndi burada temperatur fərqini tapmalıyıq. Çevirməliyik metr fərqinə və kəsmə yüksəkliyi tapmalıyıq. A-da -4, B-də 8. Aralarındakı temperatur fərqini tapsam, 8 minus -4 edəcək 12. Deməli, A ilə B arasında 12 dərəcə fərq var. Mən bunu metrə çevirsəm, hər 1000 metrdə biz bilirik ki, temperatur 6 dərəcə dəyişir, x metrdə 12. X bərabərdir 2000. Deməli, A ilə B arasında 2000 metr fərq var. İndi gəlin baxaq, A ilə B arasındakı hündürlük fərqini bildik 2000. Kəsmə yüksəkliyi tapaq. A ilə B arasındakı boşluqların sayını saysam 1, 2, 3, 4 dənə boşluq var. 2000-i 4-ə böldükdə edir 500. Kəsmə yüksəkliyimiz olacaq 500 metr. Növbəti sual 104.
Kəsmə yüksəkliyi 150 metr olan sxemdə B məntəqəsində havanın temperaturu 10 dərəcə Selsi olarsa, A məntəqəsində temperaturu hesablayın. Buradan çəkirəm. Verilmiş relyef vahidi təpəlikdir. B aşağıda, A isə yuxarıdadır. B nöqtəsində havanın temperaturu 10 dərəcədirsə, A-da ondan aşağı olmalıdır. Çünki hündürlüyə doğru getdikcə temperatur azalır. Burada B-ni çıxıram variantlar içərisindən. Kəsmə yüksəkliyimiz də 150 metrdir. Baxıram A ilə B arasındakı boşluqlara. 1, 2, 3 dənə boşluq var. 3'ü vururam 150'ye edir 450 metr. Deməli A ilə B arasında hündürlük fərqi 450 metrdir. İndi burada tənasibi necə quracam? 1000 metrlə qurmuram, 100 metrlə. Çünki hər 100 metrdə 0.6, 1000-də 6-dır. İndi burada 1000-dən kiçik metrdir deyə yazıram. Hər 100 metrdə 0.6 dərəcədirsə, 450 metrdə x. Buradan x-i tapsam, 450-ni 0.6-ya vurub 100-ə bölməliyəm. Bu da eləyəcək 2.7. Deməli A ilə B arasında 2.7 dərəcə temperatur fərqi mövcuddur. A'da temperaturu verməyib, B'də verib 10 dərəcə. A'ya doğru temperatur aşağı düşməlidir. 10-dan 2.7-ni çıxacam. O da eləyəcək 7.3. Cavabımız olur D variantı. Növbəti suala baxırıq. Yenə videonu baxıb məsələni həll etməyi unutmayın. Hündürlüyü 6200 metr olan dağın zirvəsində temperatur -30 dərəcədir. Həmin dağın ətəyində okean səviyyəsindən 200 metr hündürlükdə temperaturu müəyyən edin. İlk növbədə iki nöqtə arasındakı, baxın buradan belə çıxıram, 200 metr hündürlükdə temperaturu tapmalıyım. Sual. 6200 metrdə temperaturu nə qədərdir? -30. İlk növbədə iki nöqtə arasındakı hündürlük fərqini tapacağım. Nə qədər? 6200-dən 200-ə çıxdıqda edir 6000. Tənasibi qururam. Hər 1000 metrdə 6 dərəcə dəyişərsə 6000-də x. Buradan x-i tapsam 36 edəcək. Deməli, iki nöqtə arasında 36 dərəcə fərq mövcuddur. Zirvədə 6200 metrdə -30-dursa, aşağıya doğru enərkən temperatur artacaq. Yuxarı doğru azalırsa, aşağı doğru artmalıdır. -30-un üzərinə 36 gəldikdə edir -6 dərəcə Selsi. Deməli, 200 metr hündürlükdə temperatur -6 dərəcə Selsidir. Növbəti sual. 106-cı suala keçid alırıq. Sxem verilib, kəsmə yüksəkliyi 50 metrdir. B nöqtəsində atmosfer təzyiqi 730, A məntəqəsində atmosfer təzyiqini müəyyən edin. Çox sadə bir sualdır. Aralarındakı kəsmə yüksəkliyə əsasən hündürlük fərqini tapaq. 1, 2, 3, 4 dənə boşluq var aralarında. 4'ü vururam 50'ye edir 200 metr. Deməli A ilə B arasında 200 metr hündürlük fərqi var. 200 metri millimetrə çevirdikdə 10'a böləcəm. Çünki hər 10 metrdə təzyiq 1 millimetr aşağı düşür. 210'a böldükdə 20. A ilə B arasında 20 millimetr atmosfer təzyiqi fərqi var. Verilmiş relyef forması yenə dağdır. B yuxarıda, A isə aşağıda yerləşir. A'dan B'yə doğru təzyiq düşürsə, B'dən A'ya doğru tərsini artmalıdır. B'də 730-dursa, aralarında 20 mm fərq varsa, 730-un üzərinə 20 gələcəm, edəcək 750. Deməli, A məntəqəsində təzyiq 750 mm civə sütununa bərabərdir.
Növbəti sualı keçid alırıq. Sxemdə A nöqtəsində havanın temperaturu 20 dərəcə Selsidir. Horizontallar 100 metr, yəni kəsmə yüksəkliyi 100 metrdir. B nöqtəsində havanın temperaturunu tapın. Yenə aralarındakı boşluqlara baxırıq. 1, 2, 3 dənə boşluq var. Kəsmə yüksəkliyi 100 metr olduğuna görə A ilə B arasında 300 metr fərq var. 300 metri biz temperatur fərqinə çevirsək, hər 100 metrdə 0.6-dır. 300-ə x. Buradan x-i tapsam 1.8 edəcək. Deməli, A ilə B arasında 1.8 dərəcə temperatur fərqi var. A nöqtəsində havanın temperaturu müsbət 20-dirsə, A verilmiş relyef forması təpəlikdir, yuxarıdadır, B aşağıdadır. Və biz B-dən A-ya doğru, yəni hündürlüyə doğru temperatur azalırsa, tərsinə zirvədən aşağıya doğru endikcə temperatur artmalıdır. A-da müsbət 20-dirsə, üzərinə 1.8 gələcək. Çünki aralarındakı temperatur fərqi 1.8 dərəcə Selsidir. 20-nin üzərinə 1.8 gəldikdə edir 21.8 C variantı. Növbəti suala keçid alaq. Dağın ətəyində atmosfer təzyiqi 746 mm civə sütunudur. Zirvəsində isə 470 mm civə sütunudur. Dağın nisbi hündürlüyünü müəyyən edin. Biz burada təzyiq fərqini metr fərqinə çevirməliyik. Dağın belə bir dağdır. Zirvədə 470-dir. Dağın ətəyində isə 746-dır mm. İlk növbədə bunlar arasındakı təzyiq fərqini biz tapacağıq. Deməli, zirvə ilə ətəyi arasında 276 dərəcə təzyiq fərqi mövcuddur. Təzyiq fərqini metrə çevirmək üçün biz bilirik ki, hər 10 metrdə 1 mm təzyiq fərqi varsa, x metrdə 276 mm olacaq. Buradan x-i tapsam 2760 metr olacaq. Deməli, nisbi hündürlüyümüz olur 2760 metr. C variantına uyğun gəlir. 109-cu sual. Dağın yamacında dəniz səviyyəsindən 1700 metr yüksəklikdə havanın temperaturu -5-dir. Onun ətəyində 350 metr yüksəklikdə havanın temperaturunu müəyyən edin. Buradan dağı çəksəm, -1700 metr yuxarıda -5 dərəcə Selsidir. Baxın burada. 350 metr yuxarıda temperaturu hesablayan sual. İlk növbədə biz bunlar arasındakı metr fərqini tapmalıyıq. 1700-dən çıxsam 350-ni qalar 1350 metr. Adi tənasüb qursam, hər 100 metrdə, buradan silim buranı. Çünki hər 100 metrdə temperatur 0.6 dərəcə düşür. Hər 100 metrdə 0.6-dırsa, 1350-də x. Buradan x-i tapsam, deməli edəcək, bir dəqiqə, 1350-nə 0.6-ya vurub, bölsəm 100-ə edir 8.1. Deməli, zirvə ilə ətək arasında 8.1 dərəcə fərq var.
İndi buradan bizdən soruşur ki, dağın 750 metr yüksəklikdə havanın temperaturunu müəyyən edin. Zirvədə -5-dirsə, ətəyə doğru temperatur artmalıdır. -5-in üzərinə 8.1 gəlsəm, edəcək -3.1 E variantı. %10-cu suala da baxaq. Qafqaz dağlarında okean səviyyəsindən 466 metr hündürlükdə havanın temperaturu -15-dir. Bazar düzü zirvəsində temperaturu müəyyən edin. Buradan yenə çəkirəm. Baxın, 0 metrdə yox, 466 metrdə deyir. 466 metrdə. Havanın temperaturu 15-dir. Sağ tərəfdən yazdım 15 dərəcə. Biz bilirik ki, bazar düzü zirvəsi 4466 metrə bərabərdir. Oradakı temperaturu tapsaq, ilk növbədə bunlar arasındakı metr fərqini tapmalıyam. 4466-dan çıxsam 466-nı edəcək 4000 metr. Deməli, iki nöqtə arasındakı hündürlük fərqi 4000 metrdir. Hündürlüyə doğru hər 1000 metrdə temperatur 6 dərəcə düşür. 4000-ə x. Buradan x-i tapsam 24 dərəcə edəcək. Deməli, 466 ilə A ilə B arasında temperatur fərqi 24-dür. Və zirvəyə doğru, hündürlüyə doğru getdikcə temperatur aşağı düşür. 466 metr hündürlükdə 15 dərəcədirsə, ikisi arasında 24 dərəcə temperatur fərqi varsa, 15-dən 24-ü çıxaram, qalar -9 dərəcə Celsius. Cavabımız olacaq C variantı.